Salam əziz tələbələr. Olimpiyadaya düşən belə bir həndəsi suala baxırıq. Gəlin bu sualı tangens, sinus falan olmadan həll etməyə çalışaq. Bu sualı həll etmək üçün sizə iki üsul deyəcəm. Bu üsullara keçməzdən əvvəl biz BC-nin 10 olduğunu qeyd edəyin. Niyə görə BC 10-dur? Çünki ABC üçbucağı düzbucaqlı üçbucaqdır və diqqət etsəz, katetləri 6 və 8-dir. Onda hipotenuzu 10 olacaq. Ona görə BC 10 oldu. Birinci üsul, ən asan üsullardan biri budur ki, A nöqtəsindən, yəni düzbucaq təpəsindən hipotenuza median çəkək və bilirik ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuza çəkilən median hipotenuzun yarısına bərabər olur. Hipotenuz 10 olduğuna görə bu medianda 5 olacaq. Və hətta burada 5 olacaq və burada 5 olacaq. Və diqqətlə baxsaq, əvvəl bura bir Y nöqtəsi deyək. Diqqətlə baxsaq, AY tərəfi BY tərəfinə bərabər olur. Bu bərabəryanlı üçbucaq olur. Bərabəryanlı üçbucaq olduğundan bura 2 alfadsa, onda burada 2 alfa olmalıdır. O zaman bura alfa qalır və buradan görürük ki, AD tən bölən oldu. Tən bölənin xassəsinə görə bura 8 isə bu 8-in aşağısına 8K yaza bilərik. Bura 5-dirsə bu 5-in aşağısına 5K yaza bilərik. Və bu 8K ilə 5K-nın cəmi də 5-ə bərabər olur. Çünki BY-ni 5 tapmışdıq. 8K ilə 5K-nı toplayırıq, 5-ə bərabər edirik. Buradan 13K 5 olur və buradan da K 5/13 olur. X-sa biz əvvəldən bura qəbul eləmişdik. X DC-yə bərabər idi. O zaman X bərabər olur 5K-dan 5-in cəminə. K-nı da gətirib yerinə yazsaq, X-ı 13'də 90 olaraq tapmış olaraq. Yəni cavab olur 13'də 90. Bu birinci üsul. İndi isə ikinci üsula baxaq. İkinci üsul isə belə olacaq. Biz AB-nin uzantısını çəkirik və bunu elə çəkirik ki, burada Y nöqtəsi deyək. Bu elə uzadırıq ki, Y nöqtəsini D nöqtəsini birləşdirəndə bura alfa olsun. Bu bucaq alfa olsun. Burada diqqət eləsəz, xarici bucaq özündən qonşu olmayan daxili bucağın cəmi olduğundan bu hissə də bu bucaqda olacaq alfa. Və burada görürük ki, bərabəryanlı üçbucaq yarandı. Bu tərəflər bir-birinə bərabərdir. Və buradan diqqətlə baxsaq, bu bucaqlar da bərabər olduğuna görə yenə də bir bərabəryanlı üçbucaq var. Yəni DY ilə AD bir-birinə bərabərdir. Bərabəryanlı üçbucaqda biz oturacağa hündürlük çəkirik. Yəni D nöqtəsindən oturacaq hündürlük çəkəyin. Bura olsun 90 dərəcə. Və hündürlüyü də oturacağı bilirik ki, yarı bölür. Yəni bu məsafə ilə bu məsafə bir-birinə bərabərdir. Və burada belə bir balaca bir üçbucaq yarandı. Bu üçbucaq ABC düzbucaqlı üçbucağına oxşardır. ABC düzbucaqlı üçbucağının tərəfləri 6, 8, 10'dur. Yəni bu hansı üçbucağın
Hansı üçbucaq üçün baxa bilərik buna? Tərəfləri 3K, 4K, 5K olan bir üçbucaq üçün baxmaq olar buna. Ona görə bu 6-nın qarşısında olan bu tərəfə deyə bilərik 3K. Bura deyə bilərik 4K. Burada olacaq 5K. BD olacaq 5K. Onda burada oldu 5K. Onda burada 9K olur. Burada 9K olacaq. Burada olacaq 9K. AB olur 13K. Digər tərəfdən AB-ni 8 vermişdi və buradan K-nı 8 böl 13 olaraq tapırıq. BC 10 idi, 10 tapmışdıq. BC 10'dur. Burada 5K'dır. Onda X-a qalır 10 minus 5K. X bərabərdir 10 minus 5K. K-nı da yerinə yazsaq. 5'i də 13'də 8'e vuranda 13'də 40 olur. Buradan da cavab olur 13'də 90.